Salam, sizinlə bugün biyologiyadan sınaq imtahanında istifadə olunan sualların video izahını bölüşəcəm. Birinci sualda deyilir ki, quşlarda qanadları hansı əzələlər endirir? Biz bilirik ki, quşlarda döş əzələləri qanadları endirir, amma köpükçüyaltı əzələlər isə qanadları qaldırır. Burada birinci sualın doğru cavabı B variantıdır. İkinci sual, bu əlamətlərdən hansı bütün məməli heyvanlara xasdır? Bu doğru cavab Y variantıdır. Balanı südlə bəsləmə. Bütün məməlilərdə dişlər olmur. Bütün məməlilərdə quyruq da olmur. Bütün məməlilər diri bala doğmurlar. Yumurta qoymaqla çoxalanlar da var. Və bütün məməlilərin bədən səthi tüklərlə örtülməyib. Üçüncü sualda deyilir ki, quşlarda hansı hissiyat daha zəif inkişaf edib? Burada da doğru cavab A variantıdır. Qoxu bilmə hissiyatı daha zəifdir, amma digərləri daha yaxşı şəkildə inkişaf edib. İnsanda baş beynin sol yarımkürəsi qabığında minimum ə, neçə neyron olar? Ümumiyyətlə, baş beynin yarımkürələri qabığında minimum 12, maksimum 18 milyard neyron olur ki, hər bir paya da düşən ə, neyron sayı onun yarısına bərabərdir. Yəni, əgər deyilsə ki, sol yarımkürədə minimum neçə neyron olacaq, onda 12-nin yarısı, yəni 6 milyard olmuş olacaq. Əgər deyilsə, sol yarımkürədə maksimum neçə neyron olar, onda 9 milyard olmuş olacaq. İnsanın beyin yarımkürələri qabığının müəyyən hissəsində olan 2000 neyron ətrafında nə qədər peyk hücrəsi və bu hissədə cəmi nə qədər sinir hücrəsi olar? Hər bir neyrona 10 peyk hücrəsi düşür. Əgər 2000 neyron varsa, onda 20.000 bizim peyk hücrəmiz var və sinir hücrələrinin cəmi sinir hücrələri həm neyronların, həm də peyk hücrələrinin saylarının cəminə bərabərdir. Yəni 20.000-in üzərinə 2000 gəldiyimiz zaman 22.000 alınmış olacaq. Burada da doğru cavab B variantıdır. Sinir impulsunun bir neyrondan digərinə ötürülməsi istiqaməti hansı variantda doğru verilib? Biz bunu qısa şəkildə yadda saxlamaq üçün demişdik ki, DCA istiqamətində, yəni dendrit cisim akson istiqamətində ötürülmə baş verir. A variantında dendritdən aksona ötürülmür, dendritdən cismə ötürülür. B variantda doğrudur, cisimdən aksona ötürülür. C variantında cisim dendrit yox, dendrit cisim olmalıydı. D variantı aksondan dendritə yox, aksondan növbəti bir burada sualda daha doğrusu deyir ki, bir neyrondan digər neyrona deyirsə, onda bu doğru cavab D variantının özü olmuş olacaq. Çünki neyron daxilində demir, bir neyrondan digər neyrona deyir. Bir neyronun aksonundan digər bir neyrona, baxın, ikinci bir neyron da burada çəkirəm ki, onun da dendriti, cismi, deməli, dendriti, cismi və aksonu olur. Bu neyronun aksonundan digərinin dendritinə ötürülür. Doğru cavab burada D variantıdır. Aksondan cismə ötürülmür, cisimdən aksona ötürülür. 6-cı sualda doğru cavab D variantıdır. Refleks qövsü zamanı hərəki neyronlar impulsları orqanizmin hansı hissələrinə ötürür? Təbii ki, hərəki neyronlar impulsları işçi orqanlara və daxili orqanlara, yəni əzələlərə və daxili orqanlara aparmış olacaq. 8-ci sual, baş beyin və onurğa beynindən çıxan sinirlərin sayları cəmi nə qədərdir? Birləşdir, nə qədərdir? Baş beyindən 12 cüt, onurğa beynindən isə 31 cüt sinir çıxır. Cəmi 43 cüt sinir olur ki, bu da 86 ədəd eləmiş olur. İnsanda immun sisteminin əsas orqanlarından biri timus vəzidir. Hazırladığı timozin hormonu immun sisteminə təsir göstərir. Verilənlərdən hansı axacağı olmayan vəzidir deyirsə, bu daxili sekresiya vəzisi olmalıdır. Burada da tək cavab böyrək üstü vəzi olmuş olacaq. Daha sonra şəkildə böyrək üstü vəzinin verilmiş quruluşuna görə aşağıdakı ifadələrdən hansı doğrudur? Burada böyrək üstü vəzinin həm beyin, həm də qabıq qatları göstərilib. Deməli, X qabıq qatıdır, doğrudur. Y beyin qatıdır, bu da doğrudur. X beyin qatıdır, yox, X xaricdədir, qabıq qatıdır. Qdə hazırlanan hormon adrenalindir, düzdür. Beyin qatında hazırlanan hormon adrenalindir. T-də hazırlanan hormon noradrenalindir, yox. Noradrenalin ilə qdə hazırlanacaq, adrenalin ilə bir yerdə. T-də hazırlanan hormon kortizoldur, bu da doğrudur. Qdə hazırlanan hormon hidrokortizondur mu? Yox.
küdə kortizol və hidrokortizon onlar T-də hazırlanır. Kortizon küdə hazırlanır. Bu da yanlış olmuş olacaq. Doğru cavab A variantı. İnsanın çanaq sümüklərində bilavasitə borlu sümük birləşir. Burada da doğru cavab olacaq 2. 2 ədəd bud sümüyü çanaq sümüklərinə birləşir. Yəni borlu sümük dediyi zaman uzun borlu sümüklər nəzərdə tutulur. 1 və 2 ilə işarələnən sümüklərin adlarını və bu sümüklərin insan skeletinin hansı hissələrinə aid olduğunu tapın. Birinci sümük körpücük sümüydür, ikinci sümük isə kürək sümüydür ki, bunların hər ikisi yuxarı ətrafın qurşaq hissəsinə daxildir. Sinir impulslarının neyron daxilində ötürülməsi ardıcıllığı hansı variantda doğru verilib? Bundan əvvəl bir sual vardı ki, orada deyilirdi ki, bir neyrondan digərinə, amma burada isə deyir ki, neyron daxilində. Neyron daxilində DCA, yəni dendrit, cisim və akson istiqamətində ötürüləcək. 1, 2, 3 olacaq burada. İnsanın skeletində barmaq falanqalarının sayı nə qədərdir? İstər əldə, istərsə də ayaqda ümumi olaraq barmaq falanqalarının deməli, sayları bir tərəf üçün 14 götürülür. Yəni, bir əlimizdə 14 barmaq falanqaları varsa, iki əlimizdə 28 olacaq. Eyni ilə ayaqda da bir ayaqda 14 barmaq falanqası varsa, iki ayağımızda yenə 28 olacaq. Yuxarı və aşağı tərəfləri topladığımız zaman doğru cavab 56 almış olacaq. İnsanda əzələ toxunmasının neçə növü var? 3 növü hansılardır? Deməli, ürək əzələsi, ennazolaqlı əzələ, bir də saya əzələ olmuş olacaq. 3 növ əzələ toxunması mövcuddur. Göy balina da ola bilməz. Göy balina məməlilərə aiddir və bunlarda qəlsəmələr ola bilməz. Göy balina plasenta ola bilər, süd vəzləri ola bilər, ağciyər ola bilər və sabit bədən temperaturuna malik ola bilər. 18-ci sual. İnsanın 3 kiloqram sümük toxumasında neçə kiloqram hüceyrə arası maddə vardır? Sümük toxumasının 3də 2 hissəsini hüceyrə arası maddə, 3də 1 hissəsini isə sümük hüceyrələri, yəni sümük hüceyrələri təşkil edir. Sümük toxumasının kütləsi 3 kiloqramdırsa, onun 3də 2 hissəsi, yəni 2 kiloqramını hüceyrə arası maddə təşkil edəcək. Doğru cavab C variantı. 19-cu sual. Uyğun olaraq X, Y vəziyyəti müəyyən edin deyilir. Balıqlarda qəlsəmələrdirsə, məməlilərdə ağciyərlərdir. Amfibilərdə 3 kameralı ürəkdirsə, məməlilərdə 4 kameralı ürəkdir. Qunduz sankimlər dəstəsinə daxildirsə, kirpi də cücük yeyənlər dəstəsinə daxildir. 20-ci sualda sinapsis sözünün tərcüməsini istəyir. Rabitə deməkdir. Plasentalı məməlilər burada it, pişik və ayı bizə verilən variantlarda D variantıdır. A variantında deməli kenguru kisəli məməlidir, yexidna olmayacaq, ördək burun və kenguru olmayacaq. Onlar həm ilk məməlidirlər, ördək burun və yexidna ilk məməlidir, amma kenguru isə kisəli məməlilərə daxildir. Uyğun olaraq hipofizin və qalxana bənzər vəznin hiperfunksiyası zamanı yaranan xəstəliklər, yəni artıq miqdarda, hiperfunksiya odur ki, artıq miqdarda hormon ifraz edəndə hansı xəstəliklər əmələ gəlir? Hipofiz hiperfunksiya göstərdiyi zaman, yəni artıq miqdarda somatotropin ifraz etdiyi zaman akromegaliya xəstəliyi əmələ gəlir. Qanxana bənzər vəzdə isə bazedol xəstəliyi əmələ gəlmiş olacaq. Şəkildə göstərilən quruluşda ürəyə malik heyvanın aid olduğu sinifin nümayəndələri üçün xarakterik deyil. Bu ürəyə sahib olan canlılar quşlardır. Çünki burada deməli sağ aorta qövsü göstərilib. Sağ aorta qövsü yalnız quşlarda olur və burada quşlara xarakterik olmayan variantlar hansılardır, onları seçirik. Qırışlı qabıqla örtülmüş beyin yarımkürələri quşlarda yoxdur, məməlilərdə var. Vəzli və əzələli şöbələrdən ibarət mədə quşlarda mövcuddur. Qalıq halında olan üçüncü göz qapağı mövcud deyil, məməlilərdədir bu. Çiyin qurşağında 3 sümük müxtəlifliyi doğrudur. Sağ yumurtalığın reduksiyaya uğraması, bu da doğrudur, quşlarda mövcuddur. Əzələli diafraqma isə məməlilər üçün xarakterikdir. Sarı sümük iliyi olmayan sümüklər hansılardır? Sarı sümük iliyi uzun borlu sümüklərin içərisində olur. Burada yəni uzun borlu sümük hansı deyilsə onları götürürük. Bazı və bud uzun borlu sümükdür, amma yerdə qalan çanaq, boyun fəqərəsi, oma fəqərəsi və pəncə sümükləri isə uzun borlu sümüklərə daxil deyil. Doğru cavab 2, 3, 4 və 6 olacaq.
İnsan skeletində onurğa sütununun ikinci boyun fəqərəsi neçə sümüklə bilavasitə birləşmə əmələ gətirir? İkinci boyun fəqərəsi iki sümüklə birləşmə əmələ gətirir. Yuxarıdan birinci boyun fəqərəsi, aşağıdan isə üçüncü boyun fəqərəsi ilə. Yəni, burada doğru cavab 2 olmuş olacaq. Ara neyronlar yerləşir. Ara neyronlar mərkəzi sinir sistemində yerləşir, yəni baş beyində və onurğa beynində. Uyğunluğu müəyyən edin. Deməli, burada sümüklərin skeletin hansı hissəsinə aid olduğunu müəyyənləşdirməliyik. Çanaq sümüyü aşağı ətrafın qurşaq hissəsinə daxildir. Variantların heç birində yoxdur. Bud sümüyü aşağı ətrafın sərbəst hissəsinə daxildir, yəni 2-yə. Dirsək yuxarı ətrafın sərbəst hissəsinə daxildir, yəni 3-ə uyğundur. Kürək yuxarı ətrafın qurşağına daxildir, yəni 1-ə uyğundur. Qamış da ki, aşağı ətrafın sərbəst hissəsinə daxildir, yəni 2-yə uyğundur. Situasiya verildi və situasiyaya əsasən sualları cavablandırmaq tələb olunur. Müəllim dərsdə şagirdlərə sinir sisteminin quruluşu və funksiyası haqqında məlumat verirdi. O, onurğa beyninin quruluşu və şöbələri, baş beynin quruluşu və şöbələri haqqında geniş məlumat verdikdən sonra bildirdi ki, sinir impulslarının daşınması neyronlar vasitəsilə saniyədə 125 metr sürətlə baş verir. Bu, orqanizmin sinir tənzimidir, həmçinin yaddaş, təfəkkür, emosiyalar kimi psixi proseslərin də baş beynin yarımkürələri ilə əlaqəli olduğu haqqında da məlumat verdi. 28-ci sualda deyilir ki, müəllim dərsi izah edərkən insan orqanizmini öyrənən hansı elm sahələrinə toxunmuş oldu? Burada anatomiya, həm də fiziologiya olacaq. Anatomiya hardan bilirik? Çünki burada deyilir ki, onurğa beyninin quruluşu və şöbələri, həmçinin baş beynin quruluşu və şöbələri haqqında məlumat verir. Yəni, orqanizmin quruluşu haqqında məlumat verirsə, bu anatomiyadır. Bir də burada 125 metr, yəni bu həyat fəaliyyəti ilə bağlı sual, daha doğrusu məlumat verirsə, bu da fiziologiya elmi haqqında bir məlumat vermiş olur. Orqanizmin həyat fəaliyyəti ilə bağlı məlumat verdiyinə görə doğru cavabların içində fiziologiyada olmalıdır. 29-cu sual. Uzunluğu 25 metr olan refleks qövsündə sinir impulsları neçə saniyəyə keçər? Situasiyada deyildiyi kimi, sinir impulsları 125 metr yolu 1 saniyəyə qət edir. Onda məsələnin şərtində verilən 25 metr yolu neçə saniyəyə qət edər? Onda 0,2 saniyə alınmış olacaq. 100 ədəd F hüceyrəsinin olduğu sinir toxuması sahəsində neçə ədəd neyronun olduğunu hesablayın. Hər neyrona 10 F hüceyrəsi düşür. 100-ü 10-a böldüyümüz zaman 10 neyron alınmış olacaq. Doğru cavab 10-dur. Sualların izahı bu qədər. Ümid edirəm hər birinizə faydalı oldu. Hamınıza uğurlar.